İndiki uşaqlar bilmirəm. Mənim bir dənə kompüterim var idi. Onun güclə atam Windows 7 eləmişdi, 8 eləmişdi, belə bir şey. Yəni PES 2015-in fraqmanını bura qoyacağam. PES 2015 çıxmışdı. Belə baxırdım da, yəni necə deyim, özü yeni ildə idi. Həmin anda Messi şeyə çəkilmişdi. Onda Mario Götze dünya çempionu zad olmuşdu belə. Bomba, yəni kontent zırt pırt qaçırsan belə qol, o bu. Mən də deyəsən həmin rüb əlaçı olmuşdum, zərbəçi olmuşdum belə. Çox güclü oxuyan uşaq deyildi. Elə həmin fraqmana görə belə demişdim ki, yox mən oxuyacağam. Bu oyunu atam mənə alacaq. İndi siz temaya baxın. Atamdan xahiş eləmişdim ki, pult al mənə. Pult almışdı. O vaxtı indi də var ABV mağazaları. ABV-dən notebooka gedən pult almışdı. İndiyə qədər qalırdı o. Bir də ki, Nərimanovda hardasa belə mağazaların birindən PES 2015 almışdı. İndiyə qədər də o disk qalır. Yəni qulağıma sırğı olsun deyənə saxlamışam, bilmirəm. Deməli PES 2015 diski necə idi? Adi bildiyiniz qara qabdaydı belə. İçində də ağ bir dənə şey, üstünə PES 2015 yazılmışdı. Çölüdə çap olunmuş vərəq idi. Elə həvəslə onu evə gətirdim, qoydum kompüterin içinə. Belə fırlandı, zagruska verdi. Oyun yükləndi, oyunu açdım, yazdı ki, sizin cihaza uyğun deyil bu oyun. O vaxt mən özümə dedim ki, da, yəni mən bir də oyun üçün həvəslənməyəcəm bu qədər. Və müəyyən bir yerə çatandan sonra artıq əlim pula çatandan sonra falan oyun alacağım. O elə bir ki, içimdəki uşaq ölmüşdü orada. Və bu içimdəki uşaq da ilk dəfə FIFA oynayanda həmin içdəki uşaq gəlir, hardasa bir həftəlik falan. Sonra gedir, bilirsən ki, böyümüsən falan.